Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala nebiyyina Muhammedin ve ala alihi ve sahabetihi ecma'in. Rabbi şrah li sadri ve yessir li emri ve hlul uqdeten min lisani yefqahu qavli ve ba'd. Möhtərəm qardaşlarım, mən birinci özümə, sonra əsası Allah Taala'dan haqq təqvasına qorxmağı nəsihət edirəm və o haqq təqvası ki, Allaha yaxınlaşdırır və o haqq təqvası ki, Allaha olan itaətləri çoxaldır. O haqq təqvası ki, şeytanın vəsvəsələrini müsəlmanın üzərindən, müminin üzərindən dəf eləməyə bir köməkdir, bir səbəbdir. Və təqvanın olmağını şəriət bizə öyrədib. Və təqva nə zaman, Allah qorxusu nə zaman təqva sayılır əslən. Çünki Allahdan qorxduğunu iddia edənlər çoxdur, amma Allahdan qorxanlar isə azdır. Və Allah qorxusu, təqva deyilən bir şey, gizlində və aşkarda Allaha dost olmaq deməkdir. Təqva gizlində və aşkarda Allaha dost olmaq deməkdir. Çünki Allaha aşkarda dost olmaq rahatdır. Allah Taala'ya aşkarda dost olmaq rahatdır. Amma Allah Taala'ya gizlində dost olmaq, yəni Allahla gizlində səmimi olmaqsa çətindir. Necə ki, deyilir ki, zahirən Ömər ibn Xattab kimi olmaq, Ali ibn Abi Talib kimi radiyallahu anhuma, onlar kimi olmaq rahatdır zahirən, amma gizlində onlar kimi olmaqsa çətindir. Ona görə də qardaşlarım, təqva odur. Və istəyirəm bugün təqvaya aparan əməllərdən, təqvaya səbəb olan əməllərdən və o əməllər ki, soruşulacaq, və o əməllər ki, müminin bəzəyidir, və o əməllər ki, mümini həm bu dünyada, həm də axirətdə xoşbəxt edir. Və o xoşbəxtçilik də insanın qəlbini genişləndirir və o da salih qadındır. İnsanın təqvasını atmağına səbəb olan və insanı Rəbbinə yaxınlaşdıran salih qadın. Və təəssüflər olsun ki, Allah Taala'nın nə qədər nemətləri var ki, günəşin öz məğribindən çıxacağı zamana həyat yaxınlaşdıqca günü gündən azalır. Necə ki, zaman var idi, salihlərin sayı indikilərdən çox idi. Amma həmən vaxtı insanlar indiki insanlardan az idi. İndi insanlar əvvəlki insanlardan çoxdular, ədəd baxımından, insan nüfusu baxımından. Əvvəllər insanlar indiki insanlardan az idilər. Amma əvvəlki salihlər indiki salihlərdən çoxdular. Necə ki, zaman var idi, salih qadınlar indiki salih qadınlardan çox idilər. Amma indiki qadınlar əvvəlki qadınlardan çoxdular, ədəd baxımından. Ona görə də salih qadını ilk öncə Muhammed sallallahu aleyhi ve sellemin sözü ilə başlamaq istəyirəm mühazirəmə. Muhammed sallallahu aleyhi ve sellem buyurur ki, salih qadın dinin yarısıdır. Və diqqət etir, Allah Resulü Muhammed sallallahu aleyhi ve sellem demədi ki, gündə bir gün orucu, Davud aleyhisselamın orucunu tutmaq, məsələn, Ramazan orucundan sonra əfsal oruclardan sayılır. Bir gündən bir oruc tutmaq, daima. Muhammed sallallahu aleyhi ve sellem demədi ki, bir gündən bir oruc tutmaq dinin yarısıdır. Allah Resulü demədi ki, Allah yolunda vuruşmaq, cihad etmək dinin yarısıdır. Allah Resulü demədi ki, həcc etmək dinin yarısıdır. Allah Resulü demədi ki, Allah yolunda gizlində və aşkarda xərcləmək dinin yarısıdır. Allah Resulü dedi ki, salih qadın dinin yarısıdır. Amma salih qadın. O qadın ki, itaət aparır. O qadın ki, kişi üçün dayaqdır və dəstəkdir. Hər bir şeyində. Bəli, Allah subhanahu və teala kişiləri güclü yaradıb. Allah subhanahu və teala kişiləri qadınlardan bəzi şeyləri üstün yaradıb və güclü yaradıb və iradəli yaradıb. Bəzi şeylər, amma qadınlarda da üstün olan məsələlər var ki, kişilər ona möhtacdırlar. Çünki Allah Teala hər kəsi bir-birinə möhtac yaradıb. Allah hər bir kəsi bir-birinə möhtac yaradıb. Hətta dünyada da belədir. Hətta insan sənin öz təsərrüfatında saxladığın bağın, bağçan sənə möhtacdır. Amma sən də o bağın, bağçanın meyvəsini satacağın və qazanacağın pula möhtacsan. İnsanlar belə yaradılıb. Hər şey bir-birinə möhtacdır. Və Allahdan qorxan bir kişi də salih bir qadına möhtacdır. Salih qadın deyildikdə hər bir yoldan keçən və yaxud da hər bir adamla evlənmək deyil. Necə İmam Malik rahimehullah ondan evlilik haqqında soruşanda və ona deyiləndə ki, qadın, kimdir o qadın? Kimdən evlənməkdir o qadın? Kimdir o salih qadın? Və İmam Malik evlilik haqqında soruşur. İmam Malik rahimehullah deyərdi ki, məsələ evlənmək deyil. Məsələ kimlə evlənməkdir? Evlənmək rahatdır, çətin deyil. Hər kəsin evlənmək olar. Amma səni xoşbəxt eləyən salih qadına evlənmək çətindir. Ona görə sələflər bəziyərdilər o salih qadının sözləri ilə. Ona görə sələflər bəziyərdilər o salih qadınları.
və onları gözlərindən üstün görərdilər. Amma baxmayaraq ki, insan gözlərini görməyini itirsə, sıxılar, qəlbi daralar, amma gözdən də qiymətlidir. Tutan əllərdən də qiymətlidir salih qadınlar. Və sələflər deyərdilər ki, Muqatil rahiməhullah, İbn Hayyan rahiməhullah deyərdi ki, salih qadın öz əri üçün Rəbbi ilə onun arasında, yəni Rəbbi ilə öz ərinin arasında bir yumuşaqlıqdır. Yəni, Rəbbi ilə, kişi ilə Rəbbin arasını yumuşaldan, yəni Rəbb ilə əri bir-birinə yaxınlaşdıran bir vasitədir salih qadın. İndiki əksi. İndiki qadınların əksi kimi. İbn Həcər rahiməhullah ondan soruşulduqda ki, salih qadınlar, kimlərdir o vəsf olunanlar? Kimlərdir o vəsf olunan o salih qadınlar? O necə tapılır? O necə seçilir? Və İbn Həcər rahiməhullah deyərdi ki, salih qadın yalnız xeyirlə danışılan qadınlar. Yəni dinində salih qadın gözəlliyi ilə və yaxud da nəsəbi ilə tanınmır. Salih qadın dini ilə tanınan qadınlara deyirlər. İslam dinində deyilən salih qadınlar bunlardır, qardaşlarım. Və İslam dinində salih qadın deyilənlər hər zaman salihlərin əlinin evindən çıxanlar deyil. Hərdən talihlərin, yəni günahkarların evindən salihlər çıxır. Və hərdən də salihlərin evindən talihlər çıxır. Necə ki, bax, bəzi peyğəmbərlərin qissələrinə. Yusuf aleyhisselamın qardaşları peyğəmbər oğlanları idilər. Amma bir nəbini öldürmək istədilər. Və ataları da bir nəbi idi. Allahın peyğəmbəri idi. Salihin evindən talihlər çıxdı. Nuh aleyhisselam salihlərdən idi. Allahın Rasulü idi aleyhisselam. Amma oğlu talihlərdən oldu. Lut aleyhisselam salihlərdən idi. Amma zövcəsi talihlərdən, yəni günahkarlardan oldu. Və həmçinin də möminlərin əmiri Ali ibn Abi Talib radiyallahu anhu buyurur ki, salih qadınlar haqqında bir kişinin saadətidir salih qadın. Və o qadın ki ona baxanda, kişi o qadına baxanda onun salihliyini, Rəbbin onun itaatini görsün və həmçinin də kişinin saadətinə, yəni xoşbəxtliyini artırır qadında salihliyi görmək və həmçinin də övladlarının xeyir üzərində görməsi. Çünki Allahdan qorxan bir kişi üçün onun həyatında əsas iki dəyərli bir nemət var. Onun öz qadını və onun övladları. Necə ki, Allah Teala öz kitabında, Quran-ı Kərimdə Allah Teala buyurur ki, Əl-yəvmə la yənfə'u məlun və la bənun. Qiyamət günü, yəni. Nə mal mülk, nə də övladlar heç bir fayda verməyəcəklər. Və Allah Teala nəyin fayda verəcəyini bizə buyurdu. İllə mən ətəllahə bi qəlbin səlim. Yalnız Rəbbinə səlim qəlblə qanidən qəlb başqa. Allah biz o qəlbin sahiblərini eləsin. Və diqqət yetirin, qardaşlarım, Allah Teala buyurdu ki, la yənfə'u məlun və la bənun. Nə mal mülk, nə də övladlar, yəni ailə fayda verməyəcək. Sual. Allahdan qorxan bir kişi malı mülkü kimin üçün yığır? Yalnız ailəsi üçün. Yalnız ailəsinin rahatçılığı, onların xoşbəxtçiliyi üçün. Və həmçinin Ali radiyallahu anhu deyər ki, bir kişini xoşbəxt edən şeydir salih qadın və onun salih övladları və övladlarını daim xeyrin üzərində görməsi. Və Peyğəmbər sallallahu əleyhi və səlləm məşhur hədisini bilirsiniz. Şeyx İbn Teymin rahimehullah bu hədisin şərhində buyurur. Və bir qadın 4 şeyə görə evlənilir. Bir qadınla nikah, bir qadınla evlilik 4 şeyinə görə olur. Ən birincisi şəriətin icazə verdiyi bu 4 şeydir təbii ki. Ən birincisi onun mülkünə görə, malına görə. İkincisi onun nəsəbinə görə, yəni kimliyinə görə. Üçüncüsü onun gözəlliyinə görə və dördüncüsü isə onun dininə görədir. Və dini ən üstünüdür. Və Peyğəmbər sallallahu əleyhi və səlləm baxmayaraq ki, 3 şeyi icazəli gördü bir qadında onunla evlənməyə. İslam dininə görə icazəlidir bir qadının nəsəbinə görə evlənmək. Əgər bir kəs istəsə ki, mən əsilli, nəcabətli bir yerdən qız almaq istəyirəm və yaxud da mən adlı sanlı bir ailənin qızını almaq istəyirəm, şəriət ona icazə verir bunu.
Əgər bir kişi istəsə ki, mən zəngin bir qadının, mən bir zəngin qadınla evlənmək istəyirəm, şəriət ona icazə verir. Əgər bir kişi istəsə bir gözəl qadından, zahirən gözəl bir qadınla evlənmək, hansı ki başqaları ondan zəifdir gözəlliyindən, hər bir şeyindən, şəriət ona icazə verir. Və şəriət ən üstünlüyü niyə sonda qeyd elədi, qardaşlarım, dinini? Baxmayaraq ki, dinin içidir bu, amma sonunda din danışıldı. Bu da Allah Taala'nın Muhammed sallallahu əleyhi və səlləmin etdiyi vəhy idi. Və Allah Rəsulunun ümmətinə rəhməti idi ki, insanlar yüklənməsinlər. Və dedi, ən xeyirlisi onun dördüncüsü idi. Vallahi dinində salih olan qadın maldan da üstündür. Gözəllikdən də üstündür və əsildən, nəcabətdən də üstündür, qardaşlarım. Əsillilər, nəcabətlilər yer neynədilər? Fironun zövcəsi niyə Yusuf'a aşiq oldu? Niyə məgər Fironun əri yox idi? Yoxsa Fironun, üzr istəyirəm, məgər Fironun zövcəsinin əri mi yox idi? Yoxsa o pul görməmişdi, qızıllar, saraylar mı görməmişdi? Sadəcə olaraq o xoşbəxt deyildi. Amma Yusufa görə artıq o hər şeyi tərk elədi. Artıq hətta günahlara girdi. Hətta fasiqləşdi. Necə ki Allah Subhanahu va Taala onun qissəsini öz kitabında rivayet edir. Və üzr istəyirəm, Allah Taala onun qissəsini öz kitabında insanlara ibrət olsun deyə nazil etdi. Görünür ki, daim gözəllik deyil, daim üstünlük deyil. Sadəcə olaraq Allah Taala o Yusufa əleyhissalama öz dininə görə üstünlük, heybət və gözəllik və kişilik vermişdi Allah ona. Və dinində sabitlik vermişdi. Və xüsusən də heybət. Çünki necə ki, qadının itayəti və salihliyi onu gözəlləşdirir, kişinin salihliyi ilə birlikdə onun heybəti onu gözəlləşdirir. Və həmçində İmam Siddi rahimehullah buyurardı ki, salih qadınların sifətindəndir, özlərini ərləri olmayan bir zamanda gizlətsinlər. Salih qadının sifətindəndir, ərləri onların yanlarında olmadığı bir zamanda özlərini gizlətsinlər. Hətta bəzi sahabələr, bəzi sahabə qadınlar, hətta Ayşə radiyallahu anhə, Allah rüsafat eləyəndən sonra ondan hərdən gəlib din haqqında, Allahın dinini, sünnəni soruşurdular. Çünki Ayşə radiyallahu anhə, Allah onun atasından razı olsun. Ayşə radiyallahu anhə Peyğəmbər sallallahu aleyhi ve sellemdən çox rəvayət edən sahabələrdəndir. Baxmayaq ki, qadın olsa da belə. Ondan kişilər gəlib Allahın dinini soruşanda o qapını arxadan bağlayar və barmağını ağzına salıb onlarla danışardı. Ki, öz səsinin gözəlliyi onlara gəlib çatmasın deyə. Və yaxud ağzına bir şeylər qoyardı. Çünki şəriətlə icazə deyil qadına başqaları ilə əzlə-əzlə danışması, gözəl səslə danışması. Çünki qadına yalnız bir neçə şəxsə icazəlidir. Öz valideyni, atası, öz qardaşı, öz övladı və öz əri ilə gözəl səslə danışması. Bu günün əksi. Baxırsan, öz ərinə qarşı danışığına qadının, amma çöldə, hələ işləyənləri demirəm, hələ buna bənzər şeylər demirəm. Çöldə az qala sanki mahnı oxuyacaqlar. O cür gözəl danışan evində isə sanki dili ağzından çıxan ilanın zəhəri kimidirlər. Bu da nəyə göstərir, qardaşlarım? Salih olmayan, yəni talih qadınların sifətlərini. Ona görə də qadın öz evində əri ilə bunları yaşamalıdır. Və əri olmadığı zamansa artıq sanki o nemətlər onda yox imiş kimi olmalıdır. Sanki nemətlər onda yox imiş. Onda nə gözəl səs, onda nə gözəl sifət, nə onda gözəl bir... Sanki o şeylər Allahdan ona verilməmiş kimi. Heç insanlar sanki ondan hiss etmirlərmiş kimi. Hətta bircə nəfərin də olsa belə düşüncəsinə gəlməsin ki, hətta insanların əksinə düşüncəsinə gəlsin ki, bəlkə o xəstədir. Bəlkə o xəstədir. Çünki onda heç nə yoxdur. Və bu səbəblə qadın başqalarını özünə çəkmir. Və bu da salih qadınların sifətlərindən. Və həmçində, qardaşlarım, həya. Baxmayaraq ki, həyanı Allah Taala həm kişilərə, həm də qadınlara əmr edib. Və elm əhli alimlər buyurardı ki, bu qadınlara lap çox fayda verir. Həya qadınlara lap çox fayda verir.
Çünki qadınların həyasının pozulması cəmiyyətə lap çox zərər verir. Qadınların həyasının pozulması cəmiyyətə lap çox zərər verir. Çünki ən birinci evindən, çünki övlad anadan götürür. Uşaq vaxtı körpədir, bilmir. Sanki elə bilir ki, ananın danışdığı kimi danışır. Xüsusən də qız uşaqları, qız övladları. Və sonra isə cəmiyyət. Və həya ondandır. Necə alimlər deyirlər ki, xüsusən də qadınlar və xüsusən də qadınlarda bu şey güclü olmalıdır. Həyanın güclü olması. Və şəriət bunu kişilərə əmr edibsə, bəs qadınlara necə? Çünki əslən kişidə heybət və qeyrət var. Heybət və qeyrət qıraqdan baxıldığı zaman biraz təkəbbürlüyə bənzəyir. İnsan az gülür. Lazımsız söhbətlərdən uzaqlaşır. Sanki elə bilirsən ki, özünü dartır. Sanki elə bilirsən ki, onda təkəbbür var. Amma Allahın dininə görədir. Boş vaxtı zayi etməsin deyədir. Və bu qadın, əgər bu kişiyə əmr olunansa, bəs qadına əmr olunan necə? Və İmam Əbdurrahman rahimehullah buyurardı ki, salih qadın bir kişinin həyatında cənnət kimidir. Allahdan qorxan cənnətdə Rəbbinin ona yaratmış olacağı əsl cənnətdə necə xoşbəxt olar? Özünü necə hiss eləyər? Və həmçinin də Allahdan qorxan bir kişi salih bir qadının yanında da özünü o cür hiss eləyər. Çünki qadın onun köməkçisi və xilaskarıdır. Nədən? Sıxıntılardan, çətinliklərdən. Çünki mümkün deyil. Mümkün deyil ki, bir salih qadın ərini sıxıntıya və çətinliyə salsın. Vallahi mümkün deyil. Vallahi və billahi mümkün deyil. Necə ki, el-Məhli İbrahim aleyhisselamın qissəsini, məşhur qissədir hamımızın bildiyi. İbrahim aleyhisselam oğlu İsmail evlənəndə onun evinə gəlir. Və qapını döyəndə İsmail aleyhisselamın xanımı, zövcəsi qapını açır və soruşur onların hallarını. Və qadın narazılıq edir. Qadın şikayət edir. Və İbrahim əleyhissalam deyir ki, İsmail evə gələndə deyərsən ki, qapının ağzında olan şeyi, qapının kəndarını, qapının qabağını dəyişsin. Yəni onu boşasın, səni boşasın. Sadəcə qadına demir. Həyadan, Rəbdən dolayı qadının qəlbini qırmır. Çünki İbrahim aleyhissalam peyğəmbər idi. Və İsmail də peyğəmbər idi. Oğul da peyğəmbər idi. Peyğəmbərlər bir-birlərini dedikləri sözdən başa düşürdülər. Onlar nə qəsd edirlər? Çünki ikisində də vəhy nazil olur. Və İsmail əleyhissalam onu boşuyur. Çünki qadında şikayət sifəti var idi. Deyingənlik var idi. Ona görə də deyingən qadının haqlarından boşanılsın, əgər islah olmayacaqsa. Çünki İbrahim əleyhissalam boşatdırdı. Deyingən qadın çünki qocaldır. Razı qalmayan qadın qocaldır. Və Allah subhanahu wa ta'ala bizi qocalmağı yaratmayıb. İnsan zaten qocalacaq. Amma lazımsız, yəni o qocaltmaq qəlbin sıxıntısıdır, qəlbin daralmasıdır. Çünki qəlb daraldıqca, insan zamanından tez qocaldıqca, hətta itaətlərində də belə zəifləyir. Çünki Allah subhanahu wa ta'ala insanı zəif yaradıb. Bəli, insan insanlara nisbətdə güclüdür. Amma insan ümumən zəif yaradılıb. Və İsmail əleyhissalam sonra evlənir. Və İbrahim əleyhissalam onların qapısını döyəndə qadın, yəni öz gəlini qapını açır və ondan evi soruşur. Yaşayışlarını soruşur. Qadın Rəbbinə səna eləyir. Rəbbini tərifləyir və ərini tərifləyir. Onda İbrahim əleyhissalam deyir ki, ərin evə gələndə deyərsən ki, qapının ağzındakını möhkəm saxlasın. Çünki o şükr edən qadın idi. Yəni səni möhkəm saxlasın. Ona görə qardaşlarım, salih qadının haqlarından onlar möhkəm saxlanılmalıdır. Və diqqət yetir sözə. Nəyə görə salih qadın möhkəm saxlanılmalıdır? Çünki o içsə səndən çox şey itəcək. Çünki o getsə səndən çox şey gedəcək. Çünki Allahın neməti necə mühazirənin əvvəlində vurğulandığı kimi nemətlər gedəndir. İtəndir qardaşlarım. Və o da getsə, o da əldən çıxsa, artıq çox şey çıxar. Yəni, dinin yarısı gedər. Hələ bu subhanallahi azim peyğəmbərlərin həyatı idi. Baxmayaraq ki, onların əlindən nemətlər çıxsa,
Yenə də Allah onları sabit saxlayardı. Çünki peyğəmbərlər hamısı birbaşa cənnətə gedəcəklər. Çünki peyğəmbərlərin Allah Taala peyğəmbərləri özləri qoruyurdu. Necə Muhammed sallallahu əleyhi və səlləmə Rəbbinə dedi: "Əgər biz yardım etməsəydik, əgər biz kömək etməsəydik, az da olsa onları meyl eləyərdi. Tam olmasa da az da olsa meyl eləyərdi." Görünür ki, Rəbbi peyğəmbərləri saxlayırdı. Subhanallahi azim. Rəbbi tərəfindən bizzat qorunan bir peyğəmbər möhtac idi o neməti qorumağa. O ki qalmışdı yerdə qalanlar. O ki qalmışdı peyğəmbərlərin ümmətləri. Və həmçinin də sələflər qınayardılar ədəbində, əxlaqında problem olan qadınları, dilləri uzun olan qadınları. Onlar deyərlər ki, ədəbində, əxlaqında problem olan qadının məsəli boğazına zınqırov kimi bir şey taxılmış donuz kimidir. Onu donuza yox, o donuzun boğazındayına bənzədirdilər. Əxlaqı pis qadının məsələ odur sələfə görə. Və həmçinin də deyərdilər ki, əxlaqı pis qadının məsəli ərinə o qədər yüklü ki, sanki yaşlı bir qadına ağır bir quzu bellə yükləmsən. Yaşlı bir qoca kişi əldən düşən cavan bir quzunu, bir qoçu çiynində aparar. Bəs yaşlı apara bilməz. O əvvəl axır onu atar, ona əziyyət verər. Baxmayaraq ki, onun çiynində apardığı quzu ona xeyirlidir. Amma o qocadır. Sələflər deyərdilər ki, bax, məsələ odur. Ona görə də gərək insan çiynində salih birilərini daşısın. Gərək insanın çiynində, yəni həyatında, ömründə salih biriləri olsun. Ki, onu lazım olan yerə qədər, yəni ölənə qədər. Lazım olan yer ölümdür. Çünki Allah subhanahu wa ta'ala bütün xeyirləri ölümə qədər daşımağı ümmət əmr edib. Necə ki, Allah Teala öz kitabında buyurur ki, وَعْبُدْ رَبَّكَ حَتَّى يَأْتِيَكَ الْيَقِينَ. Sənə Rəbbindən yəqinlik, yəni ölüm gələnə qədər ibadət elə. Elə bir ayə yoxdur ki, Allah subhanahu wa ta'ala əmr eləsin ki, ölüm gəlməmişdən qabaq o ibadət tərk olunsun. Elə bir ibadət yoxdur. Hamısı sona qədər əməl olunmalıdır. Hətta imkan varsa həcci də təkrarla. Bir dəfə ilə kifayətlənmə. Baxmayaraq ki, bir dəfə həcc fərzdir. Bir dəfə eləyən, 200 dəfə eləməsə günahkar deyil. Bir dəfə ümrə eləyən, 200 dəfə ümrə eləməsə günahkar deyil. Hətta imkan varsa o da təkrarlansın. Nə zamana qədər? Hətta yətiyəkəl yəqin. Ölüm gələnə qədər. Subhanallahil azim. Bunu Allah Taala öz peyğəmbərinə əmr eləmişdi. Bunu Allah Taala Muhammed sallallahu əleyhi və səlləm əmr eləmişdi. O kişi qalmışdı yerdə qalanlar. Ona görə qardaşlarım, bu salih qadının sələflər qarşısında olan bəzi qədir qiyməti, təbii ki, çox uzatmaq, çox uzun olmağını istəmirəm. Ona görə də qardaşlarım, sələflər həmçinin deyərdilər, qadın alanda bəzi məsələlərə diqqət yetirilməsini. Hətta bəzi sələflər qarşıydılar o şeyə ki, qadının malına görə evlənmək. Baxmayaraq ki, şəriətlə icazəlidir. Baxmayaraq şəriətlə icazəlidir qadının malına evlənmək. Ona görə onlar deyərdilər ki, qadın ələ baxmalıdır. Çünki qadınlarda bəzi xüsusiyyətlər var. Onlardan da biri deyincənlikdir. Çünki deyincən insan ola bilsin ki, əvvəl axır başa vursun. Ona görə də səbəblər var. Səbəblərdən biridir ki, gərək qadın kişinin əlinə baxsın. Və qardaşlarım, Allah subhanahu wa ta'aladan istəyirəm ki, müsəlmanlara, sələflərə, xeyr əhlinə, onlara daim baxdıqda sevindirən salih qadınlar nəsib etsin. Və İmam Məlik deyərdi, salih qadın, tələbələrinə deyər ki, salih qadın odur ki, sən onunla evlənirsən. Və sən ona baxanda Allaha şükr eləyirsən ki, yaxşı ki, o başqasına qismət olmuyor. Yaxşı ki, o mənimdir. Subhanallahil azim. Səndən başqasına qismət olmayıb və başqası onu görməyib, amma sən onu qısqanırsan. Bax, salih qadın odur. Təbii ki, elə insanlar var ki, fasik qadınlara da bu cür rəftar edirlər. Təbii ki, Allahdan qorxan artıq bilir kimdir salih qadın. Ona görə salih qadın iki görən gözdən, iki tutan əldən və hər şeydən üstündür. Çünki salih qadın dinin yarısıdır. Allah Taala'dan istəyirəm ki, bizə xeyirli zürriyyət və salih qadınlar nəsib etsin. Və Allah Taala bizi bu dünyada və axirətdə xoşbəxt eləsin və öz ailələrimiz də bizimlə birlikdə həm bu dünyada, həm axirətdə səadətə qovuştursun.
və nə zərərdirsə, nə fitnədirsə, onları bizdən də və müsəlmanların ailələrindən uzaqlaşdırsın. Və Allah Taala müsəlmanların ailəsini şərdən, şərin əhlindən və onlara bənzər şeylərdən və xeyrə bənzədiyi halda şər olan şeylərdən qorusun. Və bunlar da təəssüf olsun ki, çoxdur. Allah müsəlmanları qorusun, Allah ölkəmizi qorusun, Allah rəhbərimizi qorusun. Allah müsəlmanların ordlarını qorusun. Kim ki müsəlmanlara zərər istəyirlərsə, kim ki müsəlman ölkələrinə zərər istəyirlərsə, Allah onların zərərlərini öz silahları ilə özlərinə qaytarsın. Allah bizim ölkəmizdə qorusun, bizim rəhbərimizdə qorusun. Və onun daim gözəl, xeyirli qərarlar, həm dünyasına, həm axirətinə xeyir verən qərarlar verməyi ona nəsib eləsin. Və onun ətrafında yalnız və yalnız xeyir əhlini cəm eləsin. Və kimlər ona zərər istəyirlərsə, onların zərərlərini ona göstərsin. Allah onu bu dünyada da axirətdə bağışlasın. Həmçinin Allah bilir. Və sallallahu aleyhi nəbiyyinə Muhammedin və alə alihi və sahabetihi ecmaîn.